بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، وصلى الله على سيدنا ونبينا أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى آله المعصومين المكرمين، واللعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي، بحق الزهراء وأبيها وبعلها وبنيها والسر المستودع فيها. Şükürler olsun Allah'a ki Allah bu günde bize ömür verdi, yaşattı ve yaşattığı bu günde özünü ve dostlarını bize tanıttırdı. Şükürler olsun Allah'a ki bu günde Allah eyiblerimizi örttü ve bizi halk arasında rüsva eylemedi. Şükürler olsun Allah'a ki ruzumuzu öz elinde karar verdi ve bizi özündən başqa heç kimə möhtac eləmədi. Allah'ın verməz Allah'lığına xatir, madaməl ömr bu nimətləri əlimizdən almasın və bizi verdiyi bütün nimətlərin qarşısında şükür eləyən bəndələrindən qərar versin. Allah'a şükürlər olsun ki, Allah bu gündə inayət elədi. Həzrət Zəhra salamullah aleyhanın bu şəhadət günlərində ikinci məclisdə baş tutdu. Keçən məclisdə Həzrət Zəhra salamullah aleyhanın adlarının birinin mənalarını saymışdıq. Ki, həmin mövzumuz yarımçıq qaldı keçən məclisdə. Dedik, inşallah davam edib, Allah tövfiq versə, bu məclis tamamlayarıq. Dedik, Həzrət Zəhra salamullah aleyhanın adlarından biri Haniyədir. Boğaz xınanı olan, Hayi Həsəndən olan Haniyə. Ki, dedik, o birinin başqa mənası var. Yəni, Haniyə sözü o biri xınandakı var, başqa mənadadır. Xanımın adı o Həsən hısıylandır. Haniyənin mənası yadımızdadırsa inşallah dedik ki, mehriban deməkdir. Xanıma bu ləqəb verilib. Çünki xanım mehriban idi və xüsusilə məsumlarda olan adlar ki var, bilirsiniz, onların xüsusiyyətləri ilə bir-birini tamamlayır. Necə ki, Allahın adları bu cürdür. Allahın adları ki var, Allahın sifətləri ilə bağlıdır və onları nə edir? Tamamlayır. Yəni, heç kim deyə bilməz ki, niyə Allaha Kərim deyirsiniz? Heç kim deyə bilməz ki, niyə Allaha Rəhim deyirsiniz? Heç kim deyə bilməz Allaha niyə, məsələn, Saməd deyirsiniz, ehtiyatsız olan Allah. Çünki yaranış aləmi, elə özümüz üçün bu bizim sübuta yetib ki, heç görmədi ki, Allahın neysə ehtiyacı olar. Yəni, bu özünün doğruludur. Və s. Allahın bütün adları bu cürdür. Məsələn, niyə Allaha Rəzzaq deyirsiniz? Çünki yaranış aləmində, bildiyimiz, bilmədiyimiz aləmlərdə ondan başqa ruzu verən yoxdur. Niyə Allaha Xaliq deyirsiniz? Çünki ondan başqa yaradan yoxdur. Necə Allahın adları onu tamamlayır, onun sifətlərini bizə çatdırır? Məsumlar da bu cürdülər. Bizdən fərqli olaraq. Bizdən fərqli olaraq məsumlar da bu cürdür. Onların adları səbəbsiz deyil. Onların adlarında da bir hikmət var və səbəb var. Doğruldur adlar özlərin deyə bu adlar onlara verilir. Məsələn, görsən, bizdə, məsələn deyək də, bəzən adlar özlərin doğruldurmur. Ləqəblər özlərin doğruldurmur. Məsələn, görsən, uşaq dünyaya gəlib adını qoyurlar, məsələn, Sabir. Sonra görsən ki, bunda səbirdən əsər vanət yoxdur.
Görürsən, qoyublar bunun adı Rəhim. Görürsən, mərhəmətdən bunda bir əsər əlaməti yoxdur. Birinin adını qoyublar məsələn Səməd, halbuki ehtiyaclının yekəsidir və s. ilə axır. Amma məsumlarda bu cür deyil. Məsumların adları və ləqəbləri ki var, bunların xüsusiyyətləri ilə bir-birini tamamlayır. Çoğu məsumlarımızdan bir Həzrət Zəhra salamü aleyhadır ki, dedik adlarından biri, ləqəblərindən biri Haniyədir xanımın. Haniyə yəni mehriban. Kimə qarşı mehriban? Kimə qarşı mehriban olmalıdırsa ona qarşı mehriban. Kimə qarşı mehriban olmalıdırsa ona qarşı mehriban. Hər yerdə yox. İmam Kazım ağa buyurur ki, qəzəbi olmayan mümin deyil. Bir yerdə ki, qəzəblənməlisən, orada da mehriban olmaz ki. Xanımın adı mehribandır, oradakı mehribançılıq lazımdır və kimə lazımdır? Bəli, orada mehriban olur. Bu qəzəb lazım olanda da qəzəblənib də. Həzrət Peyğəmbər deyir, sənin qəzəbin Allah qəzəbidir. Baxın, bunun mənası bu ki, Həzrət Zəhranın qəzəblənən vaxtlarda olub və tarixlə baxanda Həzrət Zəhranın baxırıq ki, xüsusilə Peyğəmbərdən sonra Həzrət Zəhranın məhdud günlər ki yaşadı, yəni çox qısa bir zamanda deyil, 2 ay, varlaq rəqəm deyirəm də, mən o tarixi ixtilaflarla işin yoxdur. Sonra demək olar ki, elə qəzəbli halda yaşadı da. Çünki o zülümlər ki, Həzrət Zəhraya baş verdi, nə deyirlər, üz gətirdi. O zülümlər deyirə gəlib, gecəyə üz gətirsəydi, günüz olardı, günüzə üz gətirsəydi, gecə olardı. Əslən bu sözün nə qədər ağırlığı var, biz bilmirik. O zülümlər Həzrət Zəhra salamında əleyhaya üz gətirdi. Məlum ki, bu xanım bu halında qəzəbli oldu və Həzrət Zəhra kimi bir şəxsiyyət bəzi insanlardan küsülü getdi bu dünyadan. Gör, nə qədər qəzəblənmişdi ki. Amma buna heç kim deyə bilməz ki, niyə bu cür elədi? Peyğəmbər qızına yaraşmazdı ki, küsülü gedə kimdənsə. Əgər bu məsumdursa, teşekkür. Əgər bu məsumdursa, niyə küsülü getdi? Haqlı olaraq küsülü getdi. Özdə biz demirik ya, bizim sözümüz deyil ki, haqlı olaraq küsülü getdi. Bizi başa salan Peyğəmbər buyurur ki, haqlı olaraq küsülü getdi. Həmən elə dediyimiz o hədisində. Həzrət Peyğəmbər buyurur ki, ya Fatimə, qızım Fatimə, İnnəllahə yərza liridak. Allah sənin razılığından razı olar. Sən neydən və kimdən razı olsun? Razı olsun, Allah da ondan razıdır. Və yağdibu li qəzəbik. Və sənin qəzəbinlə də qəzəblənər. Bu söz Peyğəmbərindir. Bunu qəbul eləməyən yoxdur ki. Peyğəmbər deyib də. Nəcm surəsinin 4 və 5-ci ayələrində də Allah Peyğəmbəri bizə tanıtdırır. Ki onun sözlərinə nə qədər əhəmiyyət verir. Buyurur və ma yantiqu anil hava in huve illa vahyun yuha. Peyğəmbər özündən heç nə danışmaz. Onun danışdıqları yalnız vəhidir. Allah deyir, mən deyirəm, o da deyir. Bəs Allah deyir ki, Peyğəmbər, mən Fatimənin qəzəbi ilə qəzəblənirəm, razılığı ilə də razı qalıram. İndi əgər Həzrəti Fatimə bir nəfərdən küsübsə, deməli ondan Allah da küsüb. Həzrəti Fatimə bir nəfərə qəzəblənibsə, deməli Allah da ona qəzəblənib. Həzrət Fatimə bir nəfəri sevibsə, deməli ona Allah da sevib. Həzrət Fatimə bir nəfərdən razı qalıbsa, deməli ondan Allah da razı qalıb. Necə ki, Həzrəti Əmir əleyhissalam Peyğəmbərin bu əmrin, Allahın Peyğəmbər barədə dediyi bu ayəsini bilirdi. Həzrət Zəhradan son nəfəsində soruşduğu sözlərdən biri nə idi? Peyğəmbərin gül qızı, Fatiməcan, sən məndən razısan. Niyə? Həzrəti Əmir əleyhissalam istəyirdi təsdiqlədə Allahın ondan razı olmaqlığını. Allahın ondan razı olmaqlıq möhrü ki, Həzrəti Fatimənin əlindəydi, o möhrü vurdurmaq istəyirdi. Dedi, Fatiməcan, məndən razısan? Dedi, bəli, Əlican, mən səndən razıyam.
Baxın. Ona görə bunların adları özün doğruldur. Harada qəzəblənməlidir, qəzəblənir. Harada mehriban olmalıdır, olur. İndi Həzrət Fatimənin adlarından biri mehribandır. Biri deyər ki, niyə bəziləri ilə küsülü getdi? Çünki onlardan Allah da küsülüdür. Peyğəmbərin sözünə əsasən. Mehribandır kimə qarşı? Kimə qarşı olmalıdırsa ona qarşı. Dedik ki, bunun birincisi kim idi? Valideynləri. Birincisi valideynləri idi. Həzrət Resulullah sallallahu aleyhi və səlləm və Həzrət xanım Xədicə salamullah aleyhi. Ki, keçən bəs bunu işarə edirlər ki, valideynlərinə qarşı olan mehribansıdır. Salamullah aleyhi bilirdi ki, bir xanımın vəzifə borcudur ki, həyat yoldaşına nisbət mehriban olsun. Baxın, burada hələ xanımın bilirsiniz də, Həzrət Əmir əl-Müminin əleyhissalamın vəliyyullahlığı üçün atdığı addımlar var. Onun müdafiə məsələləri var. Onu qorumaq məsələləri var. Onun haqqını çatdırmaq məsələləri var bəşəriyyətə. Xütbəsi var zülümlərin müqabilində, Həzrət Əliyə qarşı olan zülümlərin müqabilində. Bu imamət və vilayətin müdafiəsində olan addımlar idi. Bu başqa ki, xanım Zəhra salamlarının şəhadəti imamətin müdafiəsinə görədir. Bu bir başqa, bu mənəvi, bu tərəfi başqa. Burada bir bəndə kimi və bir şiə kimi Həzrət Əli əleyhissalamı müdafiə edib. Bir də var həyat yoldaşı kimi. Həyat yoldaşı kimi də xanımın öz həyat yoldaşına nisbət vəzifəli borcları var da. Vəzifələri var da. Xanım Zəhra salamlarına bunun kamil nümunəsidir. Bunun kamil nümunəsidir. Və çoxdur. Baxın, Həzrət Əmir əl-Müminin əleyhissalamla onun həyatı, baxın, özündən bir dənə söz var xanımın o hədisi deyəcəyəm. Əziz xanımlarımız, əziz anabacıların buna diqqət eləsinlər. Çünki Həzrət Zəhranın öz sözüdür. Təbi, uzun bir şey də deyil. Xüsusilə anabacıların buna diqqət eləsinlər, inşallah. Xüsusi, yəni uzun, yadda qalmayan bir şey deyil. 3 kəlmə deyib Həzrət Zəhra can verəndə Həzrət Əmir əl-Müminin əleyhissalama. Bunun mənası nədir? Xanımlar bu cür olmalıdırlar həyat yoldaşlarına nisbət. Ki, kim bu cür olsa, Allah da o xanımdan razıdır və o ailə xoşbəxtdir və o evdə əmin-amanlıq var. Həzrət Zəhra bunu həyatında ispat edib və göstərib. Nədən ibarətdir? Həzrət Əmir əleyhissalama xanımın dediyi sözlərinin son nəfəsində, o can verən anlarında son sözlərindən biri Həzrət Zəhranın. Həzrət əleyhissalama dedi ki, Əlican, istəyirəm sənə bir söz deyim. Dedi ki, buyur Fatimə. Xanım buyurdu ki, da gedirəm də mən bu dünyada. Allah xanımın düşmənlərinə lənət edəsin. Bugünkü zamanda da xanımın düşmənləri var. Xanımın özünün, atasının, həyat yoldaşının, övladlarının, məktəbinin qarşısında durmağa cəhd göstərirlər. Allah xanıma xatir onlara da lənət edib, onları zəlil eləsin. Dedi Əlican, istəyirəm sənə bir etiraf edeyim. Və eyni zamanda bunlar nədir? Bizim xanımlar üçün, bizim anabacılar üçün, bizim qadınlar üçün nədir? Bunlar nümunədirlər. Dedi, buyur Fatiməcan, nədir? Dedi, istəyirəm sənə bunu deyəm ki, həyatda 3 şeyi mən sənə heç vaxt eləmədim. Heç vaxt eləmədim. Nədir olar Fatiməcan? Xanım buyurdu ki, Əlican, birincisi yalandır. Mən səni ilə ailə qurandan, indi ki mən bugün dünyadan köçürəm, bu günə qədər, son nəfəsimə qədər sənə bir dəfə də istisnasız yalan danışmadım. İkincisi xəyanətdir. Əlican, mən səni ilə ailə qurandan, indi ki bugün mənim bu dünyada son günümdür və son nəfəslərimdir, sənə xəyanət eləmədim. Həmişə sadiq oldum. Üçüncüsü budur, Əlican, səni ilə ailə qurduğum gündən bu günə qədər heç sənə müxalif olmadım.
sənə protif olmadım. Sən nə dedinsə, səmən və taətən əməl edədim. Baş üstədiyi əməl edədim. Əslində xanım bizə bir örnək verir ki, ailə necə xoşbəxt ola bilər. Ailədə yalan olmasın, ailədə xəyanət olmasın və ailədə müxaliflik olmasın, yəni ziddiyyət olmasın, xanım həyat yoldaşına qarşı çıxmasın. Təbii ki, söhbət haqlı tərəflərdən gedir. O demək deyil ki, əgər bu hədisi xanım Zəhra deyir, indi həyat yoldaşı, ərlər istədiklərini eləyə bilərlər. Xanım da buna protif çıxsa, buna müxalif olsa, xanım Zəhranın dediyindən çıxmış olar. Yox, nə azı bu da? Onda görə kişi də özünü əli kimi aparır da. Haqq deyə, düz deyə, haqq və düz dediyi halda xanım buna müxalif çıxsa, ailənin düzəni pozulacaq. Xanım dedi ki, mən bu üç şeyi eləmədim. Baxın, yalan, xəyanət və müxaliflik, müxalifət. Bu günləri dağılan ailələrin çoxunun başlıca səbəbləri bunların tək-təkidir. Ailədə yalan olmaq, ailələri dağıdır bu gün. Ailədə xəyanət olmaq, ailələri dağıdır bu gün. Ailədə müxalifətçilik, ixtilaf, ziddiyyətlərin olmağı ailələri dağıdır. Məlum ki, bizim ailələrimiz məsum ailəsi deyil. Bu məlum məsələdir. Amma Həzrət Peyğəmbər ailələrin məsum ailələrinə oxşayaraq yaşamaqları üçün bir dənə meyar qoyub, bir dənə ölçü qoyub, buyurur ki, istəyirsiniz xoşbəxt yaşayasınız və sonacan xoşbəxt olasınız, gərək biri o dolanda, birisi ola. İndi bu hədisi mən bəzən olub dəfələrlə demişəm, münasibətlər də müxtəlifdir. Bildin, bəzən xanımlar deyir ki, elə, həmişə biz su oluruq da, bəzən də əksi olur, amma hər halda da Peyğəmbər deyil də bunu. İndi sonra kim necə istəyir, izah verər özünə. Peyğəmbər buyurur ki, biri od olanda biri su olur. Peyğəmbər deyir, əgər bu cür olsa, ailə xoşbəxt olacaq. Ailə davamlı olacaq və ailənin verdiyi övladlar da tərbiyəli olacaqlar. Övladın tərbiyəli olmaq səbəblərindən biri budur. O müxalifətçiliyi ata ilə anada görməyək. Bir övlad ki, göz açıb ata ilə ananın mehribançılığını görüb, bir övlad ki, göz açandan ata ilə ananın davasını görüb, bunların ruhiyyəsi də fərqlidir, baxışı da fərqlidir, tərbiyəsi də fərqlidir. Bunlar bir dənə örnəkdirlər. Həzrəti Əmirə qarşı xanımın elədiyi. Baxın, bu günün təlaq səbəbləri özdə bütün dünyada bu şeylərin olmamağı elə. Bir nümunəsi budur. Özdə bunların üçünün də olmağı lazımdır və tək-təkinin olmağı. Tək-təkinin olmağı. Bilirsiniz də, mən bir dənə məsələni qeyd edeyim, çünki hədisdir, xanım Zəhra salamü aleyhadandır. Xəyanət deyəndə üzr istəyirəm, elə söhbət namus xəyanətindən getmir. Xəyanət yəni sədaqətin əksi. Xəyanət yəni sadiqliyə zidd hər nə varsa, verdiyin sözə, vədəyə, əks hər nə varsa xainlikdir. Allah Quranda deyir, mənə və Peyğəmbərimə xəyanət eləməyin. Mənə və Peyğəmbərimə xəyanət eləməyin. La təxunullah. Allah deyir, Allaha xəyanət eləməyin. Yəni, hər nə söz vermisənsə, onun əksini eləsən, xainsən. Məsələ budur. Ki, bugün bunların olmaması dünyada, fikir verirsə, elə bütün ölkələrdə demək olar, bugün bu statistika qüvvədədir. Boşanmaların sayı ailə qurumundan çoxdur. Həzrətin bizə göstərdiyi nümunələrdən biri budur. Həyat yoldaşına qarşı mehriban olmaq. Yəni bu adı doğruldu, bax. Real olaraq doğruldu. Məsələn, baxın, o məşhur hadisə, hamınız bilirsiniz. Oxumusunuz, dəfələrlə eşitmişsiniz, məşhur, 1000 ildir danışılır.
Və min illərlə bundan sonra da qiyamətəcən hər nə qədər olsa danışılacaq, qurtarmayacaq, keyfiyyətini də itirməyəcək. Həzrət Zəhra salamları ya, Həzrət Əmir əleyhissalamı heç vaxt incitməyib. Maddi tələbləri ilə. Hə? O məşhur hadisə. Gəldi Həzrət Əmir əleyhissalam, gördü elə bir uşaqlar bir narahatdır. Ustadlardan biri bu hədisə yaxşı şərh verdi. Dedi ki, məsələ bu deyil, elə bunlar məsələn neçə gün idi, bir tikədə çörək yemirdilər. Məsələn ki, doyunca yemirdilər, az yedirdilər. Yəni, belə deyil də bizim bugünkü dildə. Tutumlu yemirdilər, elə bir tikə nəsə oldu. Həzrət Əmir əleyhissalam hiss elədi ki, elə bir uşaqlar narahatdır. Yəni İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb. Uşaqlar narahatdır. Dedi ki, Zəhracan, uşaqlar elə bir nəsə narahatdırlar. Nə oldu? Vallahi eləməmişdir. Xəstəlik falan mı üz gətirir övladlarımıza? Dedilər, xanım buyurdu ki, yox, bunlar məsələn neçə gündür, bizim dildə desək, doyunca bir yemək yemirlər. Ona görə o zəiflədi onları. Həzrət Əmir əleyhissalam narahat oldu. Dedi, Zəhracan, niyə bəs edirdin mənə? İndi xanımın cavabına bax, xanımlar diqqətli oluna. Dedi ki, Əlican, həyat yoldaşıdır. Dedi, Əlican, sənin maddi durumundan xəbərin var da mənim. Mən bilirdim, mən bizim dildə deyirəm mən bunu. Deyir, mən bilirdim sənin cibin boşdur. Bir şey ki, mən sənə deyəcəyəm, səndə yoxdur və səni utandıracağam, mən Allahdan utanıram axı bu şeyi sənə deməyə. Təsəvvür edin, ailələrdə ana-bacılarımızın hamısı bu cür rəftar eləsə, and ol Həzrət Zəhra ilə dünya olar cənnətdə. Elə deyil. Dünya olar cənnətdə. Şeyxan özür istəyirəm. Dünya olar cənnətdə. Deyir, mən sənə necə bir şey deyim ki, o səndə yoxdur və səni zəhmətə salacaq, Əlican. Ərə bundan gözəl mehribansılığı necə göstərə bilər xanım? İndi necədir? Allah pənah versin. Da istəmirəm çox da detalları sayın. Hətta tələb edirlər, hətta o tələblər özdə bütün həddləri aşmış tələblər olmayanda ailə boşanmasına gəlir çıxır. Ailə başçısını sıxıntıya salırlar, borca salırlar, xərcə salırlar, banka salırlar. Niyə müsəlman deyilən? Bəzək əşyasını almaq üçün. Niyə? Çünki Həzrət Zəhradan uzaq düşmüş. Ərinə nisbət, xanım öz həyat yoldaşlarına nisbət. Görün, nə qədər mehriban idi. Amma xanımlar deyərlər ki, elə bu yenə də deyəsən, qayıtdı biz ilə dav eləməyəcək. Yox, elə Həzrət Zəhranın həyatıdır da. Mən elə biraz adım pis çıxır, amma dava düşəndə elə bacılarım tərəfdə oluram. Məsələ budur ki, indi bu niyə idi? Həzrət Əleyhisselam da bunu doğrulmuşdu. Əziz qardaşlar, gərək qardaşlar da diqqətli olsunlar. Bu qarşılıqlı olmalıdır. Ailədə mehribansılıq və münasibət qarşılıqlı olmalıdır. Həzrət Əmir ağa bunu doğrultmuşdu. İmam Sadiq Ağamid hədisi var. Bunu ailə başçılarına deyir, yəni kişilərə. Bu hədis xanımlara aid deyil. İmam Sadiq Ağamid buyruğu kişilərə aiddir, ərlərə aiddir. Xanımlara yox. İmam Sadiq Ağamid buyurur ki, hər bir kişidən, ailə başçısında və ərdən 3 xüsusiyyət olmasa, o evdə problemlər olacaq. Bu 3 xüsusiyyət İmam Sadiq Ağamid olmasa, o evdə xoşbəxtçilik olmayacaq. Nədə olar İmam Sadiq Ağamid? Buyurur, birinci, kişi xoş əxlaq olmalıdır. İnsan kimi davranmalıdır, ailəsi ilə adam kimi davranmalıdır. Üzr istəyirəm, başqa cür yox. Birinci budur, İmam Sadiq deyir, kişi xoş əxlaq olmalıdır. Fiziki gücündən, müəyyən səlahiyyətindən ailədə istifadə eləməməlidir. İkincisi budur ki, İmam buyurur, kişi ailədə səxavətli olmalıdır. Kişi simic olsa o evdə problem olacaq. Üçüncüsü budur ki, İmam buyurur, kişi qeyrətli olmalıdır. Qeyrətsiz olsa problem olacaq. Bilirsiniz, qeyrətin mənası nədir? Qeyrət, yəni qorumaq,
kişi qoruyan olmalıdır. Peyğəmbər buyurur, İnnəllâhə ğəyyur. Həqiqətən Allah qeyrətlidir. Və yuhibbul ğəyyurə. Qeyrətliləri də sevir. İmam Sabi deyir, bu üç xüsusiyyət kişidə olmalıdır. Xoş əxlaqlı olmalıdır da, səxavətli olmalıdır, ailəyə qarşı əlaçıq olmalıdır, sinic olmamalıdır. Bir də qeyrətli olmalıdır, qorumalıdır onları. Həzrət Əli bunların hamısının kamil forması idi. Təbii ki, xanım da ona uzur davranmalıydı da. Ki, həyat yoldaşına qarşı. Dedik, xanımın adı Haniyə idi. İkinci də kimə qarşı mehriban idi? Öz həyat yoldaşına qarşı. İnşallah ki, yenə də var, ömürləri də daha çox olmasın deyə növbəti günlərdə Allah nəsib eləyərsə, növbəti məclislərdə sayar. Allahın verək, öz Allahlığına xatir bizi Həzrət Zəhra salamullah aleyhanın yolunda, məktəbində, atasının, həyat yoldaşının və övladlarının qapısında sabit qədəm eləsin. Həzrət Zəhra salamullah aleyhaya xatir günahlarımızı əfv eləsin. Aqibətimizi xətmi xeyr eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümme salli ala